Osman radiyallahu anhu biznesini böyüdür, torpaq və daşınmaz əmlak əldə edir, işgüzar müqavilələr bağlayır, ticarətlə məşğul olur, əkin sahələri qazanırdı. Həmin dövrdə bir tayfadan olan bir adam maliyyə baxımından çox zalım idi. Onun bir quyusu var idi və insanlara o quyudan su içməyə icazə vermir, su üçün həddindən artıq yüksək qiymət tələb edir, xüsusilə müsəlmanlara qarşı sərt və acgöz davranırdı. Osman radiyallahu anhu onun yanına gedərək dedi, mən bu quyunu səndən almaq istəyirəm, amma hamısını yox, yarısını, yəni istifadə hüququnun yarısını alacağam. Bir gün sənin olacaq, bir gün isə mənim. Adam bunu qəbul etdi və düşündü ki, həm pul qazanacaq, həm də öz günlərində qazanc əldə etməyə davam edəcək. Osman radiyallahu anhu quyunun tam qiymətini ödəmək əvəzinə yalnız yarı hüquqları üçün daha kiçik məbləğ verdi. Sonra öz günlərində suyu tamamilə pulsuz etdi. Nəticədə insanlar Yəhudinin gününü gözləmirdi. Hamı Osman radiyallahu anhunun günündə gəlib 2 günlük su götürürdü. Beləcə digər sahib qazanc əldə edə bilmədi və təəccüblənərək Osman radiyallahu anhunun yanına gəlib dedi, mən artıq bu quyudan heç nə qazanmıram, onunla nə edim? Osman radiyallahu anhu cavab verdi, qalan yarısını da mənə sat. O adam quyunu əvvəl ödədiyi məbləğin yarısından da ucuz qiymətə satmağa razı oldu. Beləcə Osman radiyallahu anhu quyunun tam sahibi oldu və onu dərhal vəqf etdi. İçmək istəyən hər kəs üçün suyu pulsuz elan etdi. Peyğəmbər sallallahu aleyhi və səlləm bu hadisədən sonra buyurdu ki, Osman radiyallahu anhu cənnəti satın aldı. Bu hadisə sərvətin yalnız toplamaq üçün deyil, dinə, insanlara və axirətə xidmət etmək üçün necə istifadə olunmasının möhtəşəm nümunəsidir. Mən bir şeyi qeyd etmək istəyirəm. Səxavətli ola biləcək bir çox insan sadəcə gedib quyunu tamamilə alardı. Lakin Osman radiyallahu anhu bu məsələdə sadəcə səxavətli deyil, həm də son dərəcə ağıllı davrandı. O güclü iş zəkasına sahib idi. Buna görə də bu hekayəyə baxan qardaşlar və bacılar yalnız səxavəti deyil, onun iş bacarıqlarını da öyrənməlidirlər. Ondan və onun bizə göstərdiyi nümunədən dərs götürmək lazımdır. Bu bacarıqları əldə edin. İnkişaf etdirin və sonra həmin bacarıqlarla ümmətə fayda verin. Təkcə nəsihət dinləməklə kifayətlənməyin, praktik bacarıqlar qazanın. Bilirsiniz, dəvətlə məşğul olanlara mən tez-tez satış və ünsiyyət bacarıqları haqqında videolar izləməyi tövsiyə edirəm. Şəxsən satış sahəsini sevməsəm də, orada öyrədilən bacarıqların çox dəyərli olduğunu düşünürəm. Çünki həmin bacarıqlar insanlarla ünsiyyət qurmağı, ehtiyacları anlamağı və düzgün xidmət göstərməyi öyrədir. Əgər bir gün həcc və ya ümrə qrupu idarə etmək istəyirsinizsə, müştəri xidməti bacarıqlarını öyrənməlisiniz. Lazımi bacarıqları əldə edin və bunları kiçik görməyin. Bunlar dünyəvi şeylərdir deyib kənara atmaq düzgün deyil. Osman radiyallahu anhu bu bacarıqları mədrəsədə deyil, ticarət həyatında öyrəndi və sonra onları müsəlmanlara xidmət etmək üçün istifadə etdi. Lakin bu, onun cənnətlə müjdələndiyi yeganə hadisə deyildi. Bu sadəcə birinci dəfə idi. Birinci dəfə o quyunu ağıllı şəkildə satın alıb insanlara pulsuz etdikdə Peyğəmbər sallallahu aleyhi və səlləm ona sən cənnəti satın aldın buyurdu. Bəs ikinci dəfə nə vaxt oldu? Bu Təbuk səfərinə hazırlıq zamanı baş verdi. Bu müsəlmanlar üçün son dərəcə çətin bir dövr idi. Ordu böyük idi, səfər uzaq idi və resurslar demək olar ki, yox idi. Onlar Roma imperiyasına qarşı yola çıxırdılar və ehtiyac çox böyük idi. Peyğəmbər sallallahu aleyhi və səlləm səhabələri ordunu təxiz etməyə təşviq etdi. Həmin ağır vaxtda Osman radiyallahu anhu irəli çıxdı və rəvayətlərdə bildirildiyi kimi tək başına ordunun 1/3-ni təxiz etdi. Bu elə bir səxavət idi ki, 100 nəfər birləşsə belə onun verdiyi qədər verə bilməzdi. O qədər çox bağışladı ki, hamı heyrətə gəldi. Maraqlısı isə budur ki, o bu qədər sərvət xərclədiyi bir vaxtda belə şəxsi həyatında israfa yol vermirdi. Həmin günlərdə ehtiyacı olan bir adam Mədinəyə gəlib soruşdu, mənə kömək edə biləcək kim var? Ona dedilər, Mədinənin ən səxavətli insanı Osman radiyallahu anhudur, onun yanına get. Adam Osman radiyallahu anhunun evinə gəldi və gözləyərkən eşitdi ki, Osman radiyallahu anhu boş otaqda çırağın yanılı qaldığına görə övladlarını danlayır. Bu isə Mədinənin ən varlı və ən səxavətli insanı idi. Beləliklə bu adam qonaq otağında oturmuşdu, çünki evin qaydasına görə qadınlar qonaqların yanına gətirilmirdi
və o, Osman radiyallahu anhunun boş otaqda yanan bir çırağa görə övladlarını danladığını eşidirdi. O öz-özünə dedi, bilirsən nə var? Bu adam bir çırağın yağına görə belə narahatdırsa, deməli mənə kömək edəcək qədər pulu yoxdur. Buna görə də heç nə istəmədən sakitcə çıxıb getmək istədi. O istəməkdən utandı. Elə bu vaxt Osman radiyallahu anhu qonaq otağına daxil oldu, onu gördü və dedi, qardaş sənə nə lazım idi? Adam dedi, heç nə, eybi yoxdur. Osman radiyallahu anhu soruşdu, niyə? O dedi, mənə müəyyən qədər pul lazım idi, amma düşünmürəm ki, səndə olsun. Osman radiyallahu anhu dedi, bura gəl. Sonra bir çanta açdı, içi qızıl dinarlar və gümüşlə dolu idi və dedi, ehtiyacın qədər götür. Adam heyrətlə soruşdu, əgər sənin bu qədər pulun varsa, niyə bir çırağa görə narahat olursan? Osman radiyallahu anhu cavab verdi, mən xərcləməkdən narahat deyiləm, israf etməkdən narahatam. Aydındır? O səxavətli idi, amma israfçı deyildi. Bugün isə bir çox insan deyir, biznesə başlamaq üçün pulum yoxdur, kapitalım yoxdur, pul yığa bilmirəm, ev ala bilmirəm, təhsil haqqını ödəyə bilmirəm, kreditə ehtiyacım var. Amma sonra onların telefonlarına, həyat tərzinə, gündəlik qəhvə xərclərinə, əyləncələrə, Netflix, Amazon Prime, Disney Plus kimi abunəliklərinə baxırsan və anlayırsan ki, problem pulun olmaması deyil, pulun israf edilməsidir. Getmədikləri idman zallarına abunəlikləri var, faydasız xidmətlərə pul xərcləyirlər, amma sərvətlərini gələcək qurmaq və ya faydalı işlər üçün istifadə etmirlər. Osman radiyallahu anhu isə sərvəti ağılla idarə edirdi. Məhz buna görə o, Təbuk ordusunun 1/3-ni təxiz etdikdə və bu qədər böyük iyanə verdikdə, Peyğəmbər sallallahu aleyhi və səlləm yenidən buyurdu ki, Osman radiyallahu anhu cənnəti satın aldı. Sübhanallah, bu onun ikinci dəfə cənnətlə müjdələnməsi idi. Üçüncü hadisə isə Məscidun Nəbinin müsəlman icması üçün daralmağa başladığı vaxt baş verdi. Məscidin yanında çox bahalı bir torpaq sahəsi var idi və əhali artdıqca torpaq sahibləri qiymətləri qaldırırdılar. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu, məscidimi genişləndirmək üçün bu torpağı kim alacaq ki, insanlar rahat namaz qıla bilsin? Osman radiyallahu anhu həmin torpağın hamısını satın aldı və Allah yolunda məscidin genişləndirilməsini tam maliyyələşdirdi. Bunun üzərinə Peyğəmbər sallallahu aleyhi və səlləm üçüncü dəfə ona cənnəti satın aldığını bildirdi. Əgər o zəngin olmasaydı bunu edə bilərdimi? Əlbəttə yox. Bu mövzuda İbn Teymiyyənin gözəl bir müzakirəsi var. Allahın salih kasıb qulu daha üstündür, yoxsa Allahın salih zəngin qulu? Nəticədə alimlər bildirirlər ki, salih zəngin qul, yəni sərvətə sahib olub onu Allah yolunda istifadə edən insan, Allah qatında çox böyük məqama sahib ola bilər. Çünki bəzi insanlar kasıblar zənginlərdən 500 il əvvəl cənnətə girəcək hədisinə baxaraq kasıblığı üstünlük kimi anlayırlar. Halbuki Peyğəmbər sallallahu aleyhi və səlləm kasıb olduğu üçün deyil, zahid olduğu üçün sadə yaşayırdı. Sərvət ona gəlirdi, lakin onu Allah yolunda paylayırdı. Problem ondadır ki, bir çox varlı insanlar dindən uzaqlaşırlar və bu həqiqətən bir problemdir. Lakin tarix göstərir ki, əgər var dövlət sahibi insan doğru yoldan yayınmasa və sərvətini salih şəkildə istifadə etsə, o zaman kasıb salih insanın edə bilməyəcəyi bir çox böyük xeyir işləri həyata keçirə bilər. Onlar insanlara kömək edə, böyük layihələri dəstəkləyə, cəmiyyətə fayda verə və Allah onları vasitə etməsə mümkün olmayacaq işləri maliyyələşdirə bilərlər. Məhz buna görə Osman radiyallahu anhu, Əbdürrəhman ibn Avf radiyallahu anhu və digər varlı səhabələr Allah Rəsulü sallallahu aleyhi və səlləmin yanında belə yüksək məqama sahib idilər. Peyğəmbərin onların haqqında cənnəti satın aldılar buyurmasının səbəbi də bu idi. Onlar zəngin idilər, lakin sərvət onların qəlbində deyil, əllərində idi. Onlar təqvalı idilər və hər şeyi Allah xatirinə edirdilər. Eyni vəziyyət Davud əleyhissalam və Süleyman əleyhissalamda da görünür. Onlar həm Peyğəmbər, həm də padşah idilər, sarayları, orduları, gücləri, qızıl və gümüşləri vardı, amma bütün bunları Allahın razılığı üçün istifadə etdilər. Deməli, mesaj aydındır. Halal yolla qazanın və qazandığınızı Allah yolunda xərcləyin. Bu, insanlardan dilənməkdən qat-qat üstündür.